Bugün sizə kompüterinizi necə oyuncu kompüterinə çevirə bilərsiniz görünüş olaraq onu göstərəcəm. Birinci Microsoft Store-a giririk. Bura Live Wallpaper 3 yazırıq. Bu proqrama giririk. İkonu budur, şəkli. Bunu yükləyirik. Yüklədikdən sonra sizdə də as yazacaq. Sonra Translucent TB yazırıq. Birinci çıxan basırıq. Bunu yükləyirik. Bundan sonra sizin Microsoft Store-dan işiniz qutarır. Microsoft Store-u bağlayırıq. Və tarayıcınızı açırsınız. Opera olar, Chrome olar, fərq eləmir. Bura Match Vibes yazırsınız. Match Vibes yazandan sonra Download'a da girirsiniz. Burada V2.3.6 yazılıb. Burada Windows üçünü var. Match Vibes Setup 2.3.6 Hotfix eksi. Üstünə bir dəfə basırıq və belə ekran gəlir. Buradan qayda edirik. Və yüklənir. Yüklendikten sonra tarayıcı ilə də işimiz qutardı. İndi nə edirik? Axtarış yerinə yenə Live Wallpaper 3 yazırıq. Və bu proqramı açırıq. Gördüyünüz kimi məndə açan kimi Live Wallpaper gəldi ekrana. Amma sizdə belə gəlməyəcək. Sizdə proqramın özü gələcək. Çox sadə və çox rahat bir arayüzü var. Yəni bilməyən belə yoldan keçən görsə eləyə bilər. Bu sizdə ən yuxarıda olacaq bu ikonlar. Burada soldakini seçəcəyik. Burada adını yaza bilirsiniz və aşağıya da videonu atırsınız. İndi mən sizə bir dənə də sayt deyəcəm. Aşağıda onu da açıqlamada qoyacağım. O saytdan istədiyiniz Live Wallpaper-i yükləyə bilərsiniz. Mən bunların hamısını oradan yükləmişəm. Saytımız budur. Motion Backgrounds. motionbgs.com. Burada anime yazıb axtarışa vurursunuz və belə. Baxın gördüyünüz kimi mənim indiki ekran şəklim oradadır. Belə ekran şəkilləri çıxır. İndi mən buradan birini yükləyim sizə göstərmək üçün. 4K download basırıq. Yükləyir. Buradan girirsiniz ad yerinə. Həmin Live Wallpaper-in adını Ctrl-C eləyib gəlib. Burada Ctrl-V eləyirsiniz. Qutardı getdi. Aşağıdakı yerə basırsınız. Buradan axırıncı yüklədiyinizi seçib aç deyirsiniz. Baxın, bura gəldi, arxadakı wallpaperdir. Baxın, orada operada görsənir. Save bastıq və bura gəldi. İndi mən operanı aşağı atıram. Gördüyünüz kimi, arxa plan dəyişmədi. Niyə? Çünki seçməmişik hələ. Baxın, seçirəm. Gəldi. Həmin ekran qaldı. Başqasını seçdim, başqa live wallpaper. Yəni, fərqi yoxdur. Bu da xoşuma gəlir. Bu da yaxşıdır. Bunların hamısını həmin saytda tapa bilərsiniz. Mən hamısını həmin saytdan yükləmişim. Mən özümünkün seçim yenə. İndi axtarış yerinə yazırsınız Translucent TB. Bu proqramda heç nə eləməyə ehtiyac yoxdur. Açan kimi proqramı baxın indi aşağıya. Gördüyünüz kimi ora şəffaf oldu. Onun üçün daha da yaxşı görsəndi. İndi məndə Match Vibes yüklüdür. Onun üçün mən bir dənə Match Vibes-i sileyim. Sizə başdan quruluşunu göstərim. Bəli uşaqlar sildim. Baxın gördüyünüz kimi yazıram. Çıxmır. Uygulama kimi göstərir. Amma ikonuz adı yoxdur gördüyünüz kimi. Yalandan qalıb orada. Windows Y-yə basırıq. İndirilənlərə gəlirik. Match Vibes setup'un üstünə 2 dəfə basırıq. Gördüyünüz kimi gəldi. Burada sadəcə benim içini seçib ileriyə basırıq. Kur deyirik. Bitirə basırıq. Və gördüyünüz kimi gəldi. Bu nə üçün deyirsiniz? Bu klaviaturamızın səsini dəyişdirir. Buradan çevirmığı Brown abisi K-Caps. Mən bunu işlədirəm. Çox ləzzətlidir. Burada operada da göstərim sizə. Kanala abunə olmağı unutma. Bir dənə də gülücüyü qoyaq. Gördüyünüz kimi belə qəşəng səsi var. Bir də yazaq. Bir də like at olsun bomba. Şöyle gördüyünüz kimi qəşəng səsi var. Əla şəkildə. Mən indi operanı da bağlayıram. Və Match Vibes-i falan gördüğünüz kimi burada yuxarıda X-ə basırsınız Live Wallpaper-də gedir aşağıya düşür. Proqramda aşağıda görsənmir. Gizli də görsənir. Match Vibes də orada görsənir. Translucent TB-də. Aşağıda da hamısını bağlayırsınız. Belə qəşəng bir dənə vibe verir sizin üçün kompüter. Olur tam oyuncu kompüteri. Bugün bu qədər idi dostlar. Özünüzə yaxşı baxın. Sağ olun.